Salam aleykum. Hidrogen üstəgəl oksigen əmələ gəlir H2O. Eyni kütləli m qram. Burada 4 yazıram, bura 32 yazıram, 9 qram su alınır. Burada yazıram 36. İndi hansından işləyək? M böl 4, M böl 32. Hansı kiçik tonla işləyirəm? Bu zaman 32-ni vururam, deməli 9-a, bölürəm 36-ya, bu eləyir deməli 8 qram. Deməli M buradan bərabərdir 8 qram. Bu deməkdir ki, hidrogen də 8 qram götürülüb, oksigen də 8 qram götürülüb. Sadəcə olaraq oksigen tam sərf olubdur. Görüyorum da bu nə qədər sərf olacaq. Buradan 8-i vururam 4-ə, bölürəm 32-yə. Bu zaman deməli 1 qram hidrogen burada sərf olacaqdır. Əvvəldə 8 idi və burada 7 qram hidrogen artıq qalacaqdır. 14-cü sualda kimyəvi şüşə kalium oksid, kalsium oksid və 6 silisium O2-dir. Və bu kalium karbonatdan, kalsium karbonatdan və silisium O2-dən əldə olunur. 15-ci sualda hansı reaksiya azotun oxidləşmə dərəcəsi dəyişməyəcək? Məsəl üçün, B bəndində yanma zamanı N2 üstəgəl su bu -3-dən 0-a gedəcək. C bəndində katalitik oxidləşəndə NO-la su əmələ gələcək, -3-dən -2-yə gedəcəkdir. Amonyakın parçalanması zamanı -3-dən 0-a gedəcəkdir. Amma amonyum xlorid parçalananda amonyak üstəgəl H olur. Burada azotun oxidləşmə dərəcəsi dəyişməyəcək. Metallar və qeyri-metallar S üstü 1, 1s1-dən başqa, S üstü 2, 1s2-dən başqa bu heliumdur. S üstü 2, P üstü 1, 2s2, 2p1-dən başqa bu bordur, metaldır. Ona görə bu metaldır. Artıq deməli digərləri artıq qeyri-metal. Ona görə burada metallar plus qoyduqlarımdır. Bu da deməli qeyri-metal olacaqdır.